1941-1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdır. Onlar Azərbaycan diviziyalarının tərkibində döyüşərək Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Döyüşlərdə göstərdikləri igidliyə görə həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı qəhrəmanının adına layiq görülmüş, 30 nəfəri Şöhrət ordeninin hər 3 dərəcəsi ilə tərtib edilmişdir. Azərbaycandan olan 170 min əskər və zabit SSR-nin müxtəlif order və medalları ilə tərtib olunmuşdur. Berlinin rəmzi Brandenburg darvazası üzərində qələbənin qırmızı bayrağını ucaldan Leytenant Ələkbər Məcidovun rəhbərliyi altında məhz Azərbaycanın 416-cı diviziyasının əskərləri olub. Qələbəni Berlində qarşılayan və Berlinin alınmasında iştirak edən Romanovlar: Əhmədov Neymət, Əliyev Hüseynbala, İbrahimov Əli, İsmailov Mirsağlı, İsrafilov Əli, Məhərrəmov Seyfullah, Şirəlizadə Balarıza, Umud Fərhadoğlu.